Bismillah. Ən depressiv bürclər kimlərdir? Ən depressiv bürclər adətən daha həssas, emosional və dərin düşünən bürclər olur. Onlar hadisələri ürəklərinə çox yaxın qəbul etdikləri üçün tez ruhdan düşə bilirlər. Budur, ən depressiyaya meyilli bürclər. Xərçəng. Xərçəng bürcü çox emosionaldır. Keçmişi tez-tez xatırlayır, inciklikləri unutmur. Tək qalanda dərin düşüncələrə dalaraq depressiv hala düşə bilər. Balıqlar. Balıqlar xəyalpərəstdir və reallıq onları tez yaralaya bilir. İnsanların dərdini üzərinə götürdüyü üçün tez yorulur və ruh düşkünlüyü yaşayır. Oğlaq. Oğlaq bürcü hər şeyi daxilində saxlayır. Stres və məsuliyyət onları sıxır. Amma hisslərini paylaşmadıkları üçün daxildən çökə bilirlər. Əqrəb. Əqrəb çox dərin və qaranlıq düşüncələrə sahib ola bilər. Xəyanət və ya güvən problemi yaşadıqda uzun müddət depressiv qalır. Qız. Qız bürcü çox analiz edir və özünü tez tənqid edir. Hər şeyi mükəmməl etmək istəyi onları daxili gərginliyə və narahatlığa sürükləyir. Qeyd. Depressiya yalnız bürcdən asılı deyil. Həyat şəraiti, insanın psixologiyası və yaşadıkları daha böyük rol oynayır.